Buradan çıxan da əziyyətlərdir. Hə, dur. Buradan mənə yazıb, irad bildirənlər, hətta təhqir edənlər ki var, videolarınız bir-birinə oxşuyur, başqa videolar istəyirik. Bir zəhmət, gedin, mənim kimi qışlıq hazırlıqlarınızla məşğul olun, heç vaxtınız olmasın, məni də izləməyin. Hətta məni sevənlərə belə deyirəm. Gedin, qışlıq hazırlıqlarına məşğul olun, gedin başqa işlərinizlə məşğul olun, heç mənə vaxtınız olmasın, məni izləməyin. Yox, macəra axtarırsınızsa, macəra, yəni həyat yaşayıb, o cür videolar paylaşan o qədər kanallar var, gedin onları izləyin. Xanımlar, mən bir neçə saat üzr istəyirəm, yatdım, dincəlim, bilirsiniz də. Mən gündüzlər dincəlirəm, qalxdım, günə yemək hazır edib. Buna biz, siz nə deyirsiniz, bəzi yerlərdə doğramac deyirlər, yəni ayran deyil. Deməli, qatıqdır, içərisinə xiyar doğrayıb, sonra şüyüb, doğramac edib. Sonra burada, deməli, bilincik bişirib, tvaroqla edəcək. İndi hazır vəziyyətini sizlərə göstərəcəm. Gəlin, maşallah. Gəlib mən oyandırmışam, amma yemək hazırdır. Gəl, yeməyimizi yeyək. Xanımlar, mən yenə danatı çıxarmışam burada. Sonra 2 kusok belə danatı çıxarmışam. Sonra 2 kusok sinəti çıxarmışam. Soruşarsınız ki, o kusoklar niyə ayrı-ayrıdır? Bəzən 2 kusok, 3 kusok bir paketin içərisinə qoyuruq. Bəzən ayrı tək-tək qoyuruq. Çünki bəzən lazım olur da salatlara edirik. Ona görə tək-tək də paketlərə yığırıq. 2 kusok sinəti götürmüşəm, bir də danatı götürmüşəm. Arkada da görürsünüz kəvər var, kəvərlə bişirəcəm, uşaqlarım sevir. Bu dəfə plov etməyəcəm, inanın ki plov istəmişdi yenə balaca oğlum, amma plov etməyəcəm. Bu gördüyünüz quş yuvası deyirlər də ona. Xanımlar, buna quş yuvası deyirlər də. Bunlara quş yuvası deyirlər. Bunu süzəcəm, yəni suda qaynadacam, süzəcəm. Çox gözəl olur, açılır. Belə ərişlə kimi də uzun olur belə. Belə də çəngəldə götürüb yeyəndə həqiqətən maraqlı olur, belə uzun. Çox gözəl olur. İndi görün də nə boydadır bu xanımlar, bu yumru. Bu bir dənədir də, açılır, bir dənə uzun olur. Bəli, nənə video çəkirək, nənə qurban. Xanımlar, o dəfnə balığı içərisində. Bunu süzəcəm. Belə. Bundan var da, yəni. İndi bunlar belə şeyləri isti-isti süzüb yemək yaxşıdır. İndi böyük oğlum işdən gələnə yaxın süzəcəm. Günay mən, böyük oğlum, yəni yemək üçün. Sonra o bir oğlanlarım işdən gələndə, yəni onlara gələndə süzəcəm də. Yəni qaynadacam suda süzəcəm. Yəni isti-isti qoyulsun. Qalanda istər-istəməz də, yəni boyatlaşır, sanki bir-birinə yapışır falan filan. Düzdür, bunlar yapışmır bir-birinə, amma ki yenə də. Bunların məndə xanımlar belə incələri də var. Bunlar biraz enlidir. Bunlar süzmək üçün, yəni suda qaynadıb süzmək üçün daha yaxşıdır. Ərişlə kimi. Bunları siz görmüsünüz də xanımlar. Mən bu cür də bişirirəm. Yəni kanalımda var. Dəfələrlə paylaşmışam. Bu cür tavan içərisinə yığıram. Dərin tavan içərisinə yığıram. Belə də üzərinə çıxana qədər yox, yarısına qədər su əlavə edirəm. O su da yumuşaq, yəni yumuşalır, bişir. Sonra ayrıca da qıymanı bişiririk. Qıymanı ortasına belə yığırıq bu bişirdikdən sonra. Üzərinə də yağ gəzdiririk. Yəni bunu, yəni çox gözəl olur da, bu cür çıxarırıq. Yəni boş qaba yığırıq, bunu da yığırıq, çox gözəl olur. Kanalımda görmüsünüz də dəfələrlə, yəni bişirmişəm, paylaşmışam. Belə. Sarımsaq qatıq, indi kim sarımsağı sevmirsə və ailə qatıqla, yəni bu cür. Sizlər neyinirsiniz, necəsiz? Ətlər artıq hazırdır. Su qoymuşam, qaynayır.
süzəcəm. Xanımlar, siz makaronu verməşi belə qaynadıb süzəndə necə süzürsünüz? Mən baxıram bəzən videolarda falan, xanımlar birbaşa, yəni moykanın içində süzürlər. Bəs moykanın altındakı o belə, nə deyirlər ona, turbalarla, onlar axı plastik olur, onlar əriyə bilər. Ona görə mən belə bir qazan qoyuram moykanın içərisinə, bax şu üzərinə qoyuram, süzürəm. Sonra suyu açıram, soyuq suyu xanımlar. Soyuq suyu açıram, az da qazandan əyirəm, isti suyu tökürəm, gedir də, yəni qarışır soyuq suya gedir. Mən belə edirəm, sizlər necə edirsiniz? Xanımlar, çox gözəldir, həm dadlıdır, yəni bunlar bahalıdır. Hardasa heç neçə qramdır bu? Nə bilim, heç 250 qramdır, nə qədərdir paketdə, 4 manat nə qədərdir. Çox gözəldir, elə bir ərişlərdir. Çox gözəldir. 2 dəqiqə də qalsın. Götürüb süzəcəm. Xanımlar, hava çox pisdir. Küləkli, torpaqlı, belə olanda biz günüzdə. Mən həmişə sizə deyirəm ki, mən gün ortadan kondisioneri vururuq, oğlan heç istənərdə gələndə deyir, niyə vurmamışsınız? O deyir, bütün gün istifadə edir. Bütün günü həm çox da, yəni bilirsiniz, çox yazır, həm uşağa görə zərərdir, mənə görə zərərdir, həm də qənaət edirik. Gün ortadan yandırırıq, sabah səhərə qədər. Amma belə tozlu, torpaqlı olanda elə bütün günü yandırırıq. Çünki mənə elə gəlir ki, evim, küçənin bütün tozu, torpağı evin içindədir, hər yerdədir. Ona görə örtürük, kondisioneri yandırırıq. Amma kondisioner də zərərdir, həm elə bir insan boğulur, mən boğuluram kondisionerdə. Sizdə necədir xanımlar? Nə qədər silsək, süpürsək də, pəncərə açıqdırsa, tozlu, torpaqlı havada elə bir ev heç nə olur. Hanımlar, söndürdüm. Böyle güzel hanımlar. Hanımlar, görürsünüz, belə dolu qaşıq. Əridilmiş şərə yağı əlavə edirəm. Belə. Zaten istisi onu əridir. Arada da qarışdırırım. Son əridəcə belə qarışdıracağım arada bir dəfə. Bu qədər gözəl xanımlar. Xanımlar, artıq hazırdır yeməyim. Oğlum birazdan gələcək. Yəni
evə çatmaq üzrədir. Günay da stolu açıb, süfrəni açıb, salat falan hər şey edib. Mənə iyi vurdu, yeyə bilmədim. Oğlum gəlsin, Günay gəlinim, Nuşicanla yesinlər. Məlik yatıb, mən də gedirəm öz otağıma. Videolarım var, onları montaj edəcəm. Bunlar anlış olsun. Məlik də qalxanda nənə bala biz bir yeyərik. Yəni məni iyi vurub ona görə. Balalarım Nuşicanla yesinlər, siz də göz haqqınızı halal edin. Xanımlar, Günay bilincik edir. Kəsmikli bilincik. Deməli, tvaroqdur da, tvaroq kəsmikdir. Duzsuz, elə deyirik də biz. Şirin deyil, amma çox gözəldir. Yəni turş falan deyil. İndi bunun üzərinə hardasa deməli 2 yemək qaşığı smetan əlavə edəcəyik ki, kəsmik qurudur da, yəni elə də yağlı deyil. 600 qram idi, oğlum 600 qram almışdı, yarıdan çoxunu əlavə etmişəm. 2 yemək qaşığı, indi baxacam da, Günay edir daha doğrusu. Smetan əlavə edəcək, qarışdıracaq, bilinciklərini bükəcək. 3 yemək qaşığı smetan əlavə etdi, qarışdırdı, yəni ki, tvaroq quru olmasın. Quru olanda belə dağılır da, smetan əlavə edəndə yığılır bir yerə, belə deyək. Günay bilinciklərini bükür, hələ yarıdan çoxu qalıb. Bükür, bu cür yığır, üzərinə stres çəkir. Elə mən də elə edirəm, Günay da elə edir. Dondurucuya qoyacaq, indi səhərlər kim istəsə qızardacaq, yeyəcəklər. Günay biraz böyük edib, yəni elə xoşlayır da, elə edib. Əllərini sağlıq gəlinəmə. Böyük tavada edib də, yəni ölçüsü böyük olan tavada edib ona görə. Mallar elə yeni gəldi, yesən, məhsullar yeni gəldi. Süt yanmadı da. Gəl, kesim yerim mən buranı çək. Sənə mən qurban ol. Balamı gətirmişik parka. Günay salona gətirdim, oradan da parka. Uşaqlar nə gözəl oynayırlar. Burada 1 manatlıq mağaza da var. Orada elə belə baxarıq. Görün nə qəşəngdir. Balam niyəsə gedmir, yapışıb nənəsinin əlindən. Gedə görək ya, maşınlar işləyir. Balam bir dənə sürsün. Balam bir dənə sürsün. Bura gəldiysə mütləq Məli maşın sürməlidir. Keç görüm nənən qurban. Keç görək, maşına gedmin. Məli, get nənə qurban. Get gör hansı maşını istəyirsən, nənən sənə qurban. Gəl görək. Məli, keç görüm hansı maşını istəyirsən, nənən sənə qurban. Maşınlar pultlandı. Hamısı. Məli, hansı istəyirsən, nənən qurban. Qırmızıya min, həmişə ağa minmirsən. Hə, qırmızıya mindi. Hə, keç. Mən buradayım da, nənən qurban. Nənən qurban. Yox, həmişə mindiyi maşındır, niyə sağlayır?
Gəldim. Yon. Ayıb olsun. Buradayım, nenen qurban, buradayım. Ha, dur. Məli. Ay Məli. Seni qurban yanıma. Seni qurban. Gülçək balam mənim. Ne xoşum gəlir yaşıllıqdan. Buradan gedək. Mən gəl qabaqda get, nənə çəksin də sənə. Get mənim həyatım. Gör nə qəşəng yaşıllıqdır. Həqiqətən yaşıllıq gözəlliyidir. Get nənə qurban, get. Nənə çəkəcək səni. Gör nə gözəldir. Həqiqətən təbiət gözəldir. Yaşıllıq gözəlliyidir. Həyatım. Oradan yox, buradan. Heç bir matı mağazaya getmədik. Buradan Məlik. Gəl, eyb yox, gedək. Meyvə alaq gedək. Get, nənən qurban, get. Get mənim həyatım, get. Get, veri yaşıllığına çəkim səni, get. Ay, sənə qurban olub. Çəkirəm, səni çəkirəm. Yaxşı, əli vernən ye. Əli vernən ye, get. Bugün Məlikə nəsə olub. Balama nəsə olub. Heç keyfi yoxdur. Ancaq əlimizdən tutur. Gör nə gözəl yaşıllıqdır. Balam böyüyəcək, qaça qabaqda gedəcək, nənəsi də onu çəkəcək. Ölməsəm qalsın. Məlikə görə gəlmişik parka, Məlikdə istəmir gəzmək. Çəks. Balam qabaqda geçsin. Balam qabaqda geçsin, çəkim bunu. Körpəmi çəkim. Gəl buradan Məlik. Gəl nənə qurban, biri gedək. Keç qabağa tez. Tez mənim balam keçsin qabağa. Buradayıq, Məlik, buradayıq. Yo, buradan yok, düz. Düz qabaqdan, sağdan qabaq. Aha, sağ, bir də sağ. İndi gəldik həyətə, taksidən indi düşdük. Məlik, sən düş get, mama səni yuyundursun. Yox, yuyulacaq sonra yiyəsən, belə yox. Düş. Nənəsinə kömək eləyib. Dayan. Sənə mən qurban olum. Mən də gedirəm evə də belə çəkib xanımlara göstərək. Məlik, əl vurma da. Mama yuyacaq sənə verəcək. Mən ayrıca almışam, sənin yeməyi ayrıca almışam. Sən keç, get mama səni yuyundursun. Belə xanımlar. Məlikə maması apardı, yuyundursun, yedizdirsin, yatızdırsın. Mən də gedim evə. Bir stəkan çaydan, çörəkdən yeyək, içək. Sonra düşək həyətə. Günay gülləri sulayacaq. Mən də xanımlar, bankaları axşam çıxartmışam, padvaldan özüm çıxartmışam.
Güna dedim, amma qoy məlki yatırdım, çıxaracam. Dedim, yox, mən dayana bilmirəm. Rəhmətli anam ki, özüm çıxaracam. Sənə uşağa bax. Xanımlar, getdik yenə salona apardım Günayı. Salondan da gəldik, Məlki gördünüz, parkda gəzdirdik. Məlik niyəsə ağladı, maşınlara minmədi. 15 kiloqram şəkər tozu aldım, 3 dənə bağlama, 21 manat etdi. Hərəsinin üzərində 7 manat yazılıb. 3 dənə belə bağlama aldım, hərəsi 5 kilo nə qədər idisə. Səhv etməkdə 7 manat yazılıb hərəsinin üzərində. Həqiqət oradadır da, kağız oradadır. Nəsə də 15 kiloqram şəkər tozu aldım. Burada çoxlu ədviyyatlar almışam. Yerləşdirdiyim zaman sizlərlə bölüşəcəm. Belə xanımlar, elə bunları aldıq. Deməli, Realda etdim xanımlar. Hansı ki meyvə bazarına gedirəm, orada Realın filialı var, balaca marketdir. Deməli, 3 dənə bu paketə 61 manat 20 qəpik verdim. Baxacam görüm nə olmuş, ədviyyatlar çox tutub da, 61 manat 20 qəpik verdim. Öyle şəkər tozu 21 manat edirdi. 40 manat mən ədviyyata pul vermişəm. Orada biraz da məhkə konfetsiyat almışam, bir də kəsmili yoğurt almışam. Axırda ədviyyatlara çox gedib pul. Sonra xanımlar, bu əriklərə də 42 manat pul verdim. Deməli, ümumi çəkdi, dedi, nə bilim, 43 manat, 44 manat nə qədər edirsə, 3 manatını çıxdı. Yeşiklərə 42 manat axır. 42 manat pul verdim. Əriklərə çəkisini dəqiq bilmədim. Mən elə bir ki 20 kilo istədim. Bunları xanımlar bilirsiniz nə edəcəm mən? Bilirsiniz də nektarını, şirəsini hazırlayacağım. 1 manat 80 qəpiyə idi. Hələ içindən seçmişəm, bir-bir seçmişəm xanımlar. Seçmişəm bu cürlərini. Bunlar görürsünüz çox yumuşaqdır, həm də iridilər. Bunları deməli 2 kilo adı ilə heç bilmədim nə qədər oldu, özüm çəkəcəm. Bunu cem edəcəm, elə bu yetərlidir. Piroglarda istifadə edirəm. Belə qəşəng yumuşaqlarını seçdim, götürdüm. Bunlar da ki, bilmirəm, kameradan necə görünür, günəş düşür, yaxşı görmürəm. Yəni, yaxşı ərikdilər xanımlar. Bunlar elə bil ki, biz tərəfdə bunlara şalaq ərik deyirik. Şalaq əriyin balacasılarıdır da. Görürsünüz, bunlar böyükləri deyil, bunlar da balacalarıdır. Yəni, bunların tamı da qəşəng olur, dadı da qəşəng olur. 1 manat 80 qəpiyə. Amma seçmişəm içindən. Yəni ki, çox əziyi falan var idi. Seçmişəm. Bu ikisinə dedi 23 kilo nə qədər etdi. Amma mən 20 kilosunu istəyirdim. Olsun, artıq olsun, əksik olmasın. İkisinə 23 kilo nə qədər dedi. O da bilmirəm nə qədərdir. Axırda 42 manat verdim. 1.80-dan olanda xanımlar 20 kilo olsa 1.80-dan nə qədər eləyir? 2 manatdan olsa 40 manat. Axırda 23 yarım dedi, nə dedi bu ikisinə. Özümdə çəkəcəm, dəqiq olsun. Bunu da bilməm nə qədər oldu. Axır 42 manat pul verdim. Buradan mənə yazıb, irad bildirənlər, hətta təhqir edənlər ki var, videolarınız bir-birini oxşuyur, başqa videolar istəyirik. Bir zəhmət, gedin, mənim kimi qışlıq hazırlıqlarınızla məşğul olun, heç vaxtınız olmasın, məni də izləməyin. Hətta məni sevənlərə belə deyirəm. Gedin, qışlıq hazırlıqlarına məşğul olun, gedin başqa işlərinizlə məşğul olun, heç mənə vaxtınız olmasın, məni izləməyin. Yox, macəra axtarırsınızsa, macəra, yəni həyat yaşayıb, o cür videolar paylaşan, bu qədər kanallar var, gedin onları izləyin. Mən normal ev xanımıyam. Təbii ki, videoların bir-birinə oxşayacaq. Mən sizə görə həyat tərzimi, işimi dəyişməyəcəm ki, mən onlayn bizneslə məşğulam. Mən sizlərə görə gündə bir şirkətdə mi işləyim, sizin üçün fərqlilik mi olsun, məhsullarımda fərqlilik olsun, alışverişlərimdə fərqlilik olsun, işlədiyim şirkətdə mi fərqlilik olsun və yaxud da ki, mən evimdə bişirdiyim yeməkləri xanımları motivasiya etmək üçün. Mən yazırlar ki, kanalınızın adı evimin səlqəsidir. Bəli, kanalımın adı evimin səlqəsidir. Mən kanalımda hər nə göstərirəmsə, səlqəli göstərirəm. Siz onu anlaya bilmirsinizsə, yəni problem mənim deyil. Mən hər bir şeyi, bağladığım qışlıq hazırlıqlarda son dərəcə səlqəli edirəm. O cür sizlərə təqdim edirəm. Adi bişirdiyim adi bir yeməyi səlqəli şəkildə sizə təqdim edirəm. Heç bir töküntü yaratmadan həm yeməyimi bişirirəm, həm burada şirniyyatımı bişirirəm, həm burada nəvəmə baxıram, həm burada öz onlayn işimi yürüdürəm. Və mənim sizdə ötürmək istədiyim odur ki, eyni zamanda yaşlı, xəstə, kilolu bir xanım bu qədər işin öhdəsindən gələ bilir. Anlayan anlayır, anlamayan da yenə də deyirəm. Siz macəra axtarırsınızsa, gedin başqa macəra həyat yaşayıb paylaşanlar var. Gedin onlara baxın. Lütfən mənə o cür rəylərlə gəlməyin ki, videolarınız oxşuyur. Əlbəttə ki, oxşuyacaq. Əlbəttə ki, mən yenə də deyirəm,
eyni işimi göstərəcəm sizə, reklam edəcəm, tanıdacam. Gördüyüm işləri sizlərə göstərəcəm. Gündəlik evimdə gördüyüm işləri göstərəcəm. Yəni düşünün, fikir bildirin. Gəzməyə gedin, səyahətə gedin. Hər halda ağlım var. Məsləhət olsa gəzməyə də gedərəm, səyahətə də gedərəm. Mən öz zövqümə görə paylaşıram. Mən öz istəyimə uyğun paylaşıram. Bəyənənlər izləsinlər, bəyənməyənlər izləməsinlər. Mən əgər izləyici sayının daha çox olduğunu istəsəm, izlənməmin daha çox olduğunu istəsəm, təbii ki istəyirəm. Amma daha çox ön planda istəsəm, kontentimi dəyişərəm. Sizlərin istəyinizə uyğun paylaşaram. Zəmanənin nəbzini tutaram ki, nə etmə lazımdır, kimin ağlı gedir, kimin beyni quruyur, kimin əxlaqı pozulur. Qoy nə gəldi paylaşım izləsinlər. Mən o cür insan deyiləm. Mən doğru bildiklərimi paylaşıram. Bəyənən izləsin, bəyənməyən xoş gəldi. Məndən bu qədər. Bunlar da bankalardır. 1 litrlik aroma bankalardır gətirmişəm. Qapaqları da alıram, mən hər dəfə qapaqlarını yeniləyirəm. Qapaq elə 40 dənə qapaq aldım. Dedim lazım, düzdür bankalarım azdır. Bunlar bitdikdən sonra əgər artıq qalarsa 1 litrlik bankalara əlavə edəcəm. Can, sənə qurban olum deyə. Xanlar, məni bu yoğurtu çox xoşlayır, kəsmikli yoğurtdur. Kəsmikli yoğurtdur. Nənəsi qurban. Balama qurban. Uşağım yesin. Əl üzünü yudum maması. Əl üzünü yudum maması. Sənə qurban olum. Qaşığı var ya xanlar, qaşığı ilə yeyə bilmir. Ona görə belə qaşıq veririk. Allah. Ay sağ ol. Yeyib tökmə. Çox gözəldir. Çiyələkli var. Nə bilim şaftallı var. Xanımlar, Məlkə konfet almışam yenə. Neyse olurdu. Yenə tofita. Əvvəl balaca olanda atasını alırdım. Mənim otağıma gələndə xanımlar, dolabımda gizlədirəm. Hər yerində biraz gizlədirəm. Yolda birini açıb vermişəm balam. Balam gedir, götürür, yeyir. Neyse bol olma qurdu. Bu da heç bunu mən çaya çirəm. Yönünü qoşacağım. Xanımlar, bu qapaqlardan aldım 40 ədəd. Biri 8 qəpiyə. Elə həmişə bunlardan istifadə edək. 40 ədəd aldım. Sonra nə aldım? Xanımlar, ədviyyatlar aldım. Ədviyyatları göstərim sizə, amma gələn videoda yəqin ki. Buradan çıxanlar, ədviyyatlar. Elə tələsik aldım, çünki ərikləri almışdım. Marketdən çöldə dayanmış da qoymuşduq. Günay Məliklə orada dayanmış. Mən də tez-tez alırdım da. Ona görə də heç bilmədim nə aldım, nə qaldı. Zəncəfildir. Sonra quru nanədir. Qara istiotdur, qırmızı istiotdur. Sarı köçdür, zirincdir, küncütdür, qara çörək otudur. Nə bilim belə də yəni. Gündəliyinə istifadə edirik onlardan da. Kekli otur aldım elə. Çoban yastığı aldım. Belə. İt burnu ye, çoban yastığı nə day xanımlar, it burnu. O qədər yorulmuşam ki. Məlik, qəşən yesəl qəli ye. Nənəm vurdu, ağıllı balam. Yesin balam, yatassan nesən. Ye, ağıllı balam mənim. Verim sənə, salfetka verim. Hə, yox, sən ye, mən də verəcəm. Sən ye, mən balam ağıllıdır da, ye öyrənəcək də mənim uşağım. Uşaq ye öyrənə də, sən yeməsən verəcəm. Ay, o kadar yorulmuşum hanımlar. O kadar yorulmuşum. O salonda da yeri gözlemek laf yorur beni. Ama neylemek lazım, yemek lazım. Yenene vur. Hanımlar, bankaları yudum hamısını. Bankanın birinin içərisində dibində biraz qara nəsə var idi. Onu belə su doldurdum ki, islansın. Sonra yuyacağım. Belə hamısını daşın üstünü yudum. Daşın üstü qara görünə bilər, amma tərtəmiz daşdır da. Öz həyətimin daşıdır. Tərtəmiz. Sonra qazanlar falan xanımlar. Belə göstərəm, düşməyim oraya. Qazanları falan hamısını yığmışam oraya. Aş üzərində Günay sağ olsun padvaldan gətirdi qazanları. Mən də yudum, yığdım. Aş üzərlərdə qazandı, tasdı. Oğlum deyir ki, böyük oğlum, bilmirəm internetdə yazılıb, harada yazılıb ki, Bakıda su olmayacaq 3-4 gün.
Ona görə bu gün tez edirəm ki, əslində bu natural neşələri sabah edəcəydim. Amma bu gün edirəm ki, suza kəsər qalarıq belə. İlk öncə cemli əriyini yuyacam. Onu tasa əlavə edəcəm. Onu qoyacam balkona. Sonra başlayacam bu natural neşələri hazırlayacam. Onları yuyacam. Onları indi mən dəqiq bir özüm çəkəcəm xanımlar. Paketə töküb də yəni çəkəcəm, dəqiq olsun. Xanımlar, qazanları yaxından göstərmirəm, o parıltılı qazanlar. Adını heç cür yadımı sala bilmədim, o qazanların adı nədir. Tərtəmizdirlər. Yaxından göstərmirəm ki, görünürəm orada, uyğun geyimdə deyiləm. Belə qazanların hamısı ağappaq. Xanımlar, indi yaxşı yuyacam. Sadəcə sizlərə belə göstərirəm. Deməli, 2 kilo 300 qramdır. İndi tunlarını çıxaracam. Elə mən qabıqlı bişirirəm cemi. Tunlarını çıxarıram. Kasa əlavə edirəm. Yəni, o cür bişirirəm. Blenderdən keçirirəm. Tunlarını çəkəcəm. Tunları nə qədər olsa 200-300-dən onu çıxacam. Qalanına nə qədər şəkər tozu əlavə edəcəm, sizlərə göstərəcəm. Yəni, hər zaman qeyd edirəm ki, mən şəkər tozunu elə mürəbbəyə necə əlavə edirəm, elə edirəm. Sadəcə, daha mürəbbə kimi də yox. Yəni, əri şirin olur da, 800 qram əlavə edirəm kiloya. Bu cür təmizlədim. Deməli, daha doğrusu təmizlədik qaynana gəlin. Məlik də yatıb. Deməli, 100 qram çıxdım da tumlarına. 2 kilo 200 qramdır. 800 qram əlavə edəcəm 1 kiloya. 2 kiloya 1 kilo 600 qram, 200 qrama da deməli 100 qram. Xanımlar, bunlar da balaca əriklərdir. Elə həmin ərikdir, balacalarda seçmişik. Böyüklərinə cem, belə də şirəsini hazırlayacaq. Deməli 4 kilo yarımdır. Çəkdim, 4 kilo yarımdır. İndi tumunu, qabığını da çəkəcəm. Tutaq ki, bir 200 qram gələcək tumu qabığı. 4 kilo yarımdan 200 qramı çıxacam. Qalanına nə qədərdirsə 1 kilosuna şirpi su əlavə edəcəm. Və 1 kilosuna 1 kursa stəkan şəkər tozu. İndi siz istəsəniz az və ya çox əlavə edə bilərsiniz. Yaxşı yudum. İndi gəlin qaynana qabığını soyacağıq. Bu arada xanımlar, bizim özümüzün də həyətdə əriyimiz var, amma az gətirir. Balaca həyətdə də elə özümüz yeyirik. İndi Günay üstündən dərdi gətirdi, görün necə böyüdü xanımlar. Xanımlar, bankaları gətirdik. Belə bir adyallarım var. Bunları ilə ancaq yayda istifadə edirik. Banka falan bağlayanda. Gətirdik. Günay daşıdı daha doğrusu. Belə. Təmiz. Yuduq bankaları işte suyu çəkildi. Gətirdik adyalı açdıq. Üzərinə belə üz aşağı yığdıq ki, qoy suları lap çəkilsin də, belə deyək də qurusun. Belə, indi üstünü adyalla elə örtürük. Xanımlar, üzərini də örtdüm. Belə təmiz burada qalsınlar, üz aşağı lap qurusunlar da. Mən sterilizə, nə falan, elə heç bir şey etmirəm xanımlar. Yuran bankaları üz aşağı, həyatda suyu tam çəkilir. Sonra belə bir adyal, süfrə açıram, gətirib yığıram, üzərində örtürəm. Üz aşağı qalır sabaha qədər, ya bu gün edəcəmsə bir neçə saat qalır və salam mənim üçün yetərli olur. Heç bir şey də olmur. Bu cür, indi mən gedim əriklərin qabığını soyum, cemi qoyum bişməyə, yuduğum əriklərin də qabığını soyum, yəni belə deyək də birinci partiyanı başlayım şirəni hazırlamağa.